Bugün dünyadaki kilseler deyirlər ki, onlar da üçlüyə inanırlar. Müqəddəs üçlük, ata, oğul və müqəddəs ruh bir Allahdır. Üçlük sözü bir Allahın üç rol oynamasından doğmurmu? Bu o deməkdir ki, eyni Allah ata, oğul və müqəddəs ruh rolunu oynayır. Lakin onun hər bir rolu yerinə yetirdiyi dövr fərqlidir. Bugün gəlin bu məsələni aydın anlamaq üçün biraz vaxt ayıraq. Bu dövrdə biz Məsih Ahn Hong adına dua edirik. Deyəndə bəziləri yerindən sıçrayıb bizə böhtan atırlar. O kilsə İsa'ya inanmır, qəribə kilsə deyilmi? Bu cür suallarla bizi ittiham edirlər. Nə baş verirsə versin, biz İncil və Peyğəmbərlərin təlimlərinə əməl etməliyik. Matta 28-ci fəsildə isə bizə bütün xalqlardan şagird hazırlayıb onları vəftiz etməyi əmr etdi. İlk növbədə bunu etməliyik. İsa vəftiz haqqında bizə nə əmr etdi? Onları ata, oğul və müqəddəs ruhun adı ilə vəftiz edin. Onda bilməliyik ki, ata Allah kimdir, elə deyilmi? Həmçinin oğul Allah olaraq kimin fəaliyyət göstərdiyini bilməli deyilikmi? Eyni şəkildə müqəddəs ruh olan Allahı da tanımalı deyilikmi? Onların adlarını bildiyimiz zaman amin deyərək onların adları ilə vəftiz ola bilmirikmi? Bu səbəbdən Allah Adəmdən dünyanın axırınadək hər dövrdə insanları xilaskar Allahın adı haqqında məlumatlandırmış və maarifləndirmişdir. Gəlin Yeşaya 43-cü fəsilin 11-ci ayəsinə baxaq. Mənəm Rəbb, yalnız mənəm, məndən başqa qurtarıcı yoxdur. Allah Yehovadan başqa xilaskar varmı? Xeyr. Bugün İsa'ya iman edənlərdən soruşa bilərik. İncil deyir ki, Yehovadan savayı xilaskar yoxdur. Bəs, sən niyə İsa'ya inanırsan? Buna cavab verə bilməzlər. Bunu necə izah edəcəyini bilmirlər. Bu üçlüyü, Allah Ata Yehova, Allah Oğul İsa və Allah Müqəddəs Ruh arasındakı əlaqəni anlamamaqdan qaynaqlanır. Yeşaya Peyğəmbər açıq-aydın şahidlik edib ki, Allah Yehova bəyan edir. Mənəm Rəbb, yalnız mənəm, məndən başqa qurtarıcı yoxdur. Niyə bu belədir? Yeşaya Peyğəmbər hansı dövrdə yaşamışdır? Üç dövr arasında o, atanın dövründə yaşadı. Atanın dövründə Allah bəşəriyyətə xilaskar adı olaraq Yehovadan başqa heç bir ada icazə vermədi. Halbuki 2000 il əvvəl Allah müqəddəs kitabın peyğəmbərliyinə əsasən bu dünyaya bədən alaraq uşaq kimi gəlmişdir. Gəlin Yeşaya kitabının 9-cu fəsli 6-cı ayəsinə baxaq. Çünki bizim üçün körpə doğuldu, bizə oğul verildi, hakimiyyət onun çiyinləri üzərində olacaq, onun adı ecazkar məsləhətçi, qüdrətli Allah, əbədi ata, sülh hökmdarı olacaq. Əbədi ata ruhani cəhətdən Allah Yehovanı göstərmirmi? Allah Yehova necə gələcək? Bu dünyaya uşaq kimi gələcək deyəndə, bu, onun bu dünyaya cismani olaraq gələcəyi demək deyilmi? Allah Yehovanın cismani şəkildə gələcəyi peyğəmbərlik edilir. O, bu dünyaya uşaq kimi gəlsə də, o, bizim əbədiyaşar ruhani atamızdır. O, 2000 il əvvəl Beytüllahimdə isə adı ilə cismani olaraq gəldi. Allah Yehova öz adını isə olaraq dəyişdirib yer üzündə görünəndə o andan hansı dövr başlamışdı? Oğul dövrü başlamışdı. Gəlin, oğul dövründə xilaskar haqqında öyrənmək üçün Həvarilərin İşləri kitabının 4-cü fəslinə nəzər salaq. Gəlin, Həvarilərin İşləri kitabının 4-cü fəslinin 11 ayəsinə baxaq. Siz bənnaların rədd etdiyi daş güşə daşı olan həmin İsadır. Ondan başqa heç kimdə xilas yoxdur. Çünki səma altında biz insanlara verilən başqa bir ad yoxdur ki, onun vasitəsilə xilas olaq.
Yeşaya 43-cü fəslin 11 ayəsində yazılıb: Mənəm Rəbb, yalnız mənəm, məndən başqa qurtarıcı yoxdur. Həvarilərin İşləri kitabının 4-cü fəslinin 11 ayəsində yazılıb: İsa adı ilə xilas olmağımız üçün başqa ad yoxdur. Allah Yehova yer üzündə uşaq olaraq doğulanda yeni adla gəldi, İsa. Bununla belə Yehova Allah və İsa Məsih eyni Allahdır. Onlar heç vaxt fərqli deyillər. Elə buna görə də Həvarilərin İşləri kitabının 4-cü fəslində açıq-aydın yazılıb. Çünki səma altında biz insanlara verilən başqa bir ad yoxdur ki, onun vasitəsilə xilas olaq. Buna görə də bütün millətləri Ata, Oğul və Müqəddəs Ruhun adı ilə vəftiz etmək üçün Müqəddəs Ruhun adını da bilməli deyilikmi? Bəs Müqəddəs Ruhun adı nədir? İncilə görə yazılıb. Gəlin Vəhyün 3-cü fəslinin 11 ayəsinə nəzər salaq. Tezliklə gəlirəm. Nəyin varsa ona bağlı qal ki, heç kəs tacını götürməsin. Qalib gələni Allahımın məbədinə sütun qoyacağam və bir daha oranı tərk etməyəcək. Onun üzərinə Allahımın adını, Allahıma məxsus şəhərin, yəni göydən, Allahımın yanından enən yeni Yerusəlimin adını və öz yeni adımı yazacağam. Burada mən kimə aiddir? Vəhyün 1-ci fəslinin 1 ayəsində yazılıb ki, bu İsa Məsihin vəhyidir. İsa'nın yeni adı görünməlidir. Yehovanın yeni adı İsa idi. Onda başa düşə bilərik ki, İsa'nın yeni adı heç vaxt İsa ola bilməz. Qalan son ad Müqəddəs Ruhun adıdır və o, başqa ad olmalıdır.